Salam, hər vaxtınız xeyir olsun. Mən Həvva Zamirli. Ədəbiyyat fənni üzrə hazırladığım 10 sualdan ibarət sınavın izahını bu videoda sizlə bölüşəcəm. Keçək birinci sualın izahına. Atı sevib bəslə körpə, hayqıranda çıxsın sarpa, hər yeyəndə 40 sarpa, at yeyinin qardaşıdır. Nümunə ilə bağlı doğru fikri soruşur. Koroğlunun dilindən Qaraxana ünvanlanaraq deyilib, yanlışdır. Bu, Həmzənin qıratı qaçırması qolunda Koroğlunun dilindən demək, Həmzəyə deyilən gəraylıdır. Deməli, qoşmadır variantı da B-də səhvdir. C-də isə Həmzənin qıratı qaçıraq dəyirmana girdiyi hissədə Həmzə qıratı qaçırıb dəyirmana girmir. Düratı qaçıraq dəyirmana girir. Dəyirmandan çıxandan sonra düratdan düşüb qırata minir, Koroğlunu aldadır. Deməli, C ümumiyyətlə yanlışdır. Koroğlunu aldadaraq düratdan düşüb qırata minən Həmzənin dilindən verilən gəraylı Həmzənin yox, Koroğlunun dilindən verilib. Koroğlunun dilindən Həmzəyə ünvanlanaraq deyilən gəraylıdır, bu doğrudur. Demək, birinci sualın cavabı Y variantı. Keçək ikinci suala. Hansı misralar İskəndərnamə əsərinin İqbalnamə hissəsindəndir? Deməli, bu iki xainə Rubla hökmran söz verdi, onlarla bağladı peyman. Bu şərəfnamədə İskəndərin Daranın adamları ilə əhd peyman bağlaması hissəsidir. Deməli, Dara ilə döyüş hissəsinə aiddir bu. Demək, bu oldu yanlış fikir. B-yə baxaq. Kömək istəyirlər Rum sultanından, deyirlər Misrə çox dar oldu cahan. Bu İskəndərin deməli Zənci qoşunu ilə müharibəsindən əvvəlki hissədir. Yəni həmin dövrə, həmin hissəyə aiddir ki, demək gəlirlər İskəndərin yanına kömək istəməyə. İskəndər də onlarla müharibəyə girir, Zəngibar şahını məğlub eləyir. Şərəfnaməyə aiddir. Niqumaş alimdir, biliklə dolu, alimin oğluydu, həkim Ərəstu. Burada isə demək yenə də əsərin birinci hissəsindədir. İskəndərin hələ ki uşaqlığı hissəsindədir bu, belə deyək də, hələ böyüməyib burada, təlim-tərbiyə alması məsələsi var. Həmin hissəyə aiddir, C-ni çıxırıq. Dövlət divanından pozdu adını, Zəhmət divanına yazdı adını. Bu isə İskəndərin artıq, belə deyək, İqbalnamə hissəsində müharibədən əl çəkməsi və peyğəmbərliyə yüksələrək artıq yalnız elmlə məşğul olması və dini yayması məsələləri olan İqbalnamə hissəsinə aiddir. E-yə də baxaq. Misirdə, Zənci də olur sənə ram, mərliklə alarsan yenilməz bir nam. Bunu isə demək Ərəstunun atası Niqumaş İskəndərin nəsihətində demişdi. Bu da əvvələ aiddir, şərəfnamədədir. Cavab olacaq D variantı. Belə, növbəti sualın izahına baxaq. Demək, növbəti sualda deyilir ki, Leyli və Məcnun əsəri ilə bağlı yanlış və doğru fikirlərin eyni sırada yer aldığı variantı seçin. Deməli, burada Əruz vəzninin Həzəc bəhrində yazılıb, 16-cı əsrdə qələmə alınıb. Burada hər iki fikir doğrudur. Mənfi obrazların zahiri qələbəsi ilə başa çatır. Əsərdə ümumiyyətlə mənfi obraz yoxdur. Ona görə B variantı, birinci hissəsi yanlış. Nofəl istəyinə tam nail olur, bu da yanlışdır. Nofəl Leylinin atasını məğlub eləyə bilsə də, məqsədi Leyli ilə Məcnunu qovuşturmaq idi və bu məqsədinə nail ola bilmir. Bu da səhv. Demək, iki hissəsi də səhvdir. Əsərdəki mənfi obrazlar Məcnuna qarşı mövqe tutur. Yenə mənfi obraz yoxdur. Birinci isə yanlış. Zəmanənin əzici qayda qanunlarına qurban gedən obrazlar bir-birinə sadiq aşiqlərdir. İkinci isə doğrudur. Deməli, elə yanlış və doğru eyni sırada yer alan C variantıdır. Digərlərinə də baxaq. Ana dilində yazılmış poemadır. Mövzusu Ərəb əfsanəsindən götürülüb. Ana dildə yazılıb, bəli, mövzusu Ərəb əfsanəsi. Hər ikisi isə doğrudur. Demək, Y-də də əsərin əsas qəhrəmanları olan Leyli və Məcnundan yalnız birinin dilindən qəzəl səslənir. Xeyr, hər iki qəhrəmanın dilindən var. Qəzəlli Leyli adlı hissə var, orada Leylinin dilindən olan qəzəl verilibdir. Fələk ayırdı məni cövlə cananımla, bu misra ilə başlayan. Məcnunla dilindən bir neçə yerdə qəzəl var. Məsələn, Ya Rəbbəlayi eşq ilə qıl aşina məni, birdən bəlayi eşqdən qılma cüda məni. Belə bir qəzəli var, ən azı bir qəzəlinə nümunə səsləndirdik. Demək ki, birinci isə yanlışdır. Məcnun Leyli ilə qovuşmaq anında bu fürsəti dəyərləndirir, xeyr, dəyərləndirmir və ondan imtina edir, belə deyək, ilahi eşqə yüksəldiyi üçün. Cavab olacaq 3-də C variantı. Aşağıdakı nümunə ilə bağlı düzgün fikri seçin. Demək, burada Cəl Məmməd Qulzadənin Anamın kitabı əsərindəki çobanın nitqindən verilən çobanlar rədifli şeir var.
baxaq, sintaktik fiqurlardan yalnız inversiya işlənib. Burada yalnız inversiya yox, eyni zamanda təzaddan da istifadə olunub. Dərs almayıb haqdır ki, heç birimiz, amma zövqü səfalıdır çobanlar, qardaşlıqda vəfalıdır çobanlar. Deməli, amma vasitəsilə burada təzad yaranıb. Həm inversiya, həm də təzad var. Təzad işlənən nümunə müxəmməsilə eyni şeir şəklindədir. Şeir şəkli müxəmməslə eynidir, bəli, ikisi də beşlikdir, amma janr olaraq fərqlidir. Heca vəzində müxəmməs janrındadır, bu da səhvdir. Demək, müxəmməs deyil. Fonetik norma pozulması müşahidə olunmur, səhvdir. Dağdır, daşdır, səfalıdır. Deməli, fonetik norma pozulub. Lirik növdə yazılıb, doğru. Çarpaz qafiyədən istifadə olunub, yanlış. Deməli, B-dən başqa digər variantlarda yanlışlığa yol verilib. Səməd Vurğunun Vaqif piyesindən götürülmüş nitqlərdən neçəsi Vaqif obrazına aiddir? Qızım, hər gecənin bir gündüzü var, sənə halal olsun hər əməyimiz, yoxdur səndən özgə bir köməyimiz. Demək, bunu Vaqif Gülnara, daha doğrusu, bəli, elə Gülnara müraciətlə deyib, bir doğru. Qayıt kəndimizə, qorxuram səndən, bari vidadisiz qalmasın vətən. Bunu isə vidadiyə müraciətlə Vaqif deyir. Vaqif üçün Qacarın yanına gələndə Vaqif bunu vidadiyə ünvanlayaraq deyir. Nə təmiz, nə böyük təbiəti var, ona bənzəsəydi bütün insanlar. Bunu Əli bəy vidadi haqqında Vaqifə deyir. Demək, Vaqifin nitqi deyil. Get, get, vəfasızsan bu dünya kimi, görünmə gözümə bir rüya kimi. Bunu Vaqif Xuraman'a deyir. Nə qədər olsa da qanım var cəllad, insanın canından şirindir övlad. Bu da Vaqiflə oğlunun Əli bəyin edam olunacağı səhnədə Vaqif cəllada müraciətlə deyir ki, əvvəlcə məni edam edin ki, yəni oğlumun ölümünü görməyim. Deməli, burada nitqlərdən 4-ü Vaqifə aiddir, A variantı. 6-cı suala baxaq. Hansı xüsusiyyət bayatı janrına aid deyil? Bitkin dördlük hesab olunur. Bəli. Hər misrası 7 heca düzdür. İlk iki misra sonrakılar üçün zəmin rolunu oynayır, düzdür. Vətənpərvərlik, məhəbbət, mərdlik mövzularında olur, düzdür. Nisbətən sonraki dövrlərdə yaranıb, səhvdir. Bayatılar qədim janr hesab olunur. 7-ci suala baxırıq. Aşıq yaradıcılığı ilə bağlı doğru fikirlərin sayını tapın. Deməli, qoşma, gəraylı və bayatı janrları aşıqların daha çox müraciət etdiyi janrlardır. Bu doğru fikirdir. Sonra aşıq kəmandar, aşıq əmrah, ifaçı aşıqlar doğru. Aşıq yaradıcılığı özündə bir neçə sahəni əks etdirir, birləşdirir, doğru. Həm yazılı, həm də şifahi ədəbiyyatla oxşar cəhətləri var, doğru. Aşıq sənəti sonraki dövrlərin məhsuludur, xeyr. Ta qədim zamanlardan mövcud olub, ona görə də düzgün cavablanan sayı 4-dür. Cavab D variantı. 8-ci sualda deyilir ki, bədii əsərin kompozisiyası ilə bağlı hansı fikir doğrudur? Hadisələr düyün vurulma, zavyaska. Bu bədii əsərin süjeti ilə bağlı olduğu üçün yanlışdır. Əsərin əvvəlində işlənərək müəllifin hər hansı görkəmli şəxsiyyətə və ya özünə aid hikmətli kəlam, misra işlətməsi proloq adlanır. Proloq yox, epiqraf. Bu da səhvdir. Epilog əsərin sonunda verilən, əsərə yekun vurulan hissədir, doğru. Düyünlərin açılması mərhələsi razvyaska. Bu da süjetlə bağlı olduğu üçün çıxırıq. Lirik ricət bədii əsərlərdəki təbiət təsvirinə deyilir. Yox, təbiət təsviri peyzaj adlanır. 9-cu suala baxırıq. Mircəlalın Vətən Yaraları əsəri ilə bağlı doğru fikri seçin. 1-ci Dünya müharibəsi mövzusunda yazılıb, deməli, səhvdir. 2-ci Dünya müharibəsinə aiddir. Səməd Vurğunun Ananın Öyüdü əsəri ilə eyni mövzudadır, bəli. Vətən müharibəsi mövzusundadır. Hoşunu itirməkdə olan əsgərin hiss və düşüncələri əsərin kulminasiyasını təşkil edir. Demək, yox, əsərin girişidir bu. Hoşunu itirməkdə olan, demək, elə hadisələr burada başlayır. Əsgər xəstəxanada gözlərini açır və əsərin girişi adlanır bu hissə. Daha doğrusu bu hissə səhvdir. Demək, kulminasiya deyil. Hadisələr Nəsrəddinin yaralanma anının təsviri ilə başlayır. Xeyr, Nəsrəddinin yox, yaralı əsgərin, təhkiyyəçinin, onun da adı əsərdə verilmir. Əsərin əsas qəhrəmanı yaralandıqdan dərhal sonra sağalması üçün evə göndərilir. Xeyr, bir müddət xəstəxanada qalır, müalicə alır, hətta 7 gün onun yanına kimsə buraxılmır. Sağaldıqdan sonra evə buraxılır, evə ziyarət üçün göndərilir. 9-a cavab oldu B variantı. 10-cu sualın izahına baxaq. Əli Kərimin Qaytar ana borcunun şeirinin məzmunu ilə bağlı doğru fikir hansıdır? Müəllif oğla haqq qazandırmır, etdiyi davranışları pisləyir. Elə bu doğru cavabdır. Əsərdə ana və oğuldan başqa obraza rast gəlinmir.
Səhvdir, burada qonşulara da rast gəlinir. Əsmər və Çiçək bacının adı çəkilir. Şeirdəki ana obrazının keçən ilin son gecəsi əsərdəki Səkinə xala ilə oxşar xüsusiyyətləri var. Səkinə xala ilə yox, Həmidə xala ilə oxşar xüsusiyyətləri var. C də səhvdir. Lirik növdə yazılıb, süjetsiz şeirdir. Lirik növdə yazılsa da süjetli lirikadır. D yanlışdır. Təzaddan istifadə olunan şeirdə təkrirə rast gəlinmir. Xeyr, təkrirə çox rast gəlinir. Demək, qaytarsan o sözləri, qaytarsan, məsələn, dəfələrlə təkrar olunur və yaxud da oğul böyütdüm o ifadəsi dəfələrlə təkrar olunur və həm şeirin əvvəlində, yəni misranın həm əvvəlində, həm sonunda rast gəlindiyi üçün təkrirdən də deməli müxtəlif növlərindən istifadə olunub. Deməli, təkrara rast gəlinmir, yanlışdır. Sualın cavabı olur A variantı. Sınağın izahı bu qədər. Növbəti izahlarda görüşərik. Hələlik.